Gəlin determinantdan belə bir suala baxaq. Bizə deyir ki, x-i tapın. Burada çarpaz vurma üsulu ilə vurub toplasam, daha da bir-birindən çıxsam, x çıxılsın 2, vurulsun x çıxaq 3, çıxılsın 3 2-nin 6. Bərabər olur nəyə? Bərabər olur 0-a. Burada deməli nə olur? X kvadrat çıx 3x çıx 2x plus 6 çıx 6 bərabərdir 0-a. X kvadratı çıx 5x bərabər olur 0-a. Buradan x-i mötərizə xaricine çıxardıram. Qalır x çıxılsın 5 bərabərdir 0-a. Burada x1 bərabər olur 0. x2-dəki bərabər olur 5-ə. Deməli, cavab nə olur? Cavab olur 0, 5. Bu şəkildə, yəni ki, C bəndi.